Bir insan Rəbbini çağırır, daim Allah'a zikredir, daim Allah'a zikredir, Allah'ın buyruqlarını yerine getirir. İdə asabat şiddə, onun başına bir müsibət gələndə, Allah Taala'dan ehtiyacını istəyəndə, mələklər deyər ki, ey Rəbbim, savtun ma'ruf, bu tanış bir səsdir. Tanınan bir quldan gəlir. Mələklər şəfaətçi olarlar, ey Rəbbim, onun dualarını qəbul eylə. Çünki niyə? Bu səs tanışdır. Daima Allah'a zikredir. Onun o zikir sədaları səmaya yüksəlir. Artıq mələklər onu tanıyır. İndi isə ehtiyaca düşüb, mələklər tanıyırlar o səsi. Ey Rəbbimiz, tanış bir səs, tanıdıq bir qulun səsi. Mələklər bunu niyə deyir? Şəfaətçi olurlar. Yəni daimi dilindən zikri düşürmə. Daimi zikr edəndə hər şey sənə şahid olur. Peyğəmbərimiz buyurur, hər şey şahid olur. Ağaclar, dağlar, hər bir şey. Ona görə mələklər də görürlər, eşidirlər. Daimi Rəbbini zikr edirsən. O sıxıntı anda dua edəndə onlar ey Rəbbim tanış bir səsdir. Tanış bir quldan.